bilməzdim, amma belə sadə formatda göstərəcəm ki, yəni nə demək istəyirəm də guys, tamam mı? Bax, sadə bir cümlədir, düzdür guys? Sadə bir cümlədir yəni. Düzdürmü? Bu sadə cümlənin içərisində bir cümlə yaradıram. Məsələn, sadə bir cümlədir. Məsələn, bu cümləni görmüşsünüz də yəqin ki. Bu nədir? Never. İnvers deməli. Görməyə də bilərsiniz, ha? Yəni bir problem yoxdur, çətin bir cümlə də deyil. Və yaxud da deyirəm ki, it is Nurlan. Bu hansı cümlə strukturasıdır? Mən bu bağlayıcıdan istifadə olunan cümlədir. Yox, adı var da, bu adı var. Conjective, amma yadımda deyil axı. Conjective. Ya, cleft cümlələr, guys. Cleft. Yarıq iki hissəyə bölünmüş cümlə strukturası deyirlər. Amma normalda cümlə necə idi? Nurlan. Düzdür. Cümlə belə idi də, düzdürmü guys? Amma cümləni görün nə hal saldım. Mən bu çox işlənir belə dildə belə cümlə, bu cleft cümlələr, yoxsa? Yox, native dildə istifadə olunan da abi. Native dil olsun filmlərdə. Məsələn, mən filmlərdə bax bu hissə var, bu inversiyanı çox görürəm. Bilməm görmüsünüz yoxsa, amma həqiqətən də inversiya filmlərdə dəhşət çox gəlir. Yəni en qədərdir bəlkə də. Tamam mı? Guys, cümlənin çox işlənib işləməmə məsələsi də deyil burada. Məsələn, gəlin belə bir söz deyim də sizə. Məsələn, deyirəm ki, for example da, deyirəm ki, yağış yağdığına görə şəhərə getmədim. Bunu necə deyəcəksiniz? The weather is raining, that's why I cannot go to the city. Mən amma belə bilərdim. I didn't go to the hara raining. getmədim də. I could not go out. Yağış yağdığına görə. Because of the rain, I couldn't go out. Because of. İndi qulaq asın. Biz due to verdik, because verdik. Düzdür, guys? Amma görün nə verəcəm. İndi fikir verin, guys. Hiç bilmedim. Bunlar növbəti dərsində, amma indi bir dənə qısa bir göstəriş verirəm ki, yəni borxluq eləməli keçsin yoxdur, guys. Bunların hamısını keçsəm. Gəlin belə söz danışaq da, guys. Due to-nu indi burada hamısını qurmaq istəyirəm, əslində biraz maraqlı gəlsin deyə. Məsələn, due to-nu hamı bilir də, düzdür, guys? Because of-u da bilirik, düzdür, guys? Bəli. Ay, sağ olun. Hətta owing to-nu da bilirik, düzdür, guys? İndi fikir verin. Burada ardıcılığı necə qurmuşam? Sadədən mürəkkəbə. Bu üç dənə istifadə olunanda çox vaxt tələbələr bilirlər. AES tələbələri bunu əzbər bilirlər demək olar. Orta ingilis dil tələbədə oxuyan tələbələr isə bunların because of hissəsini dəqiq bilirlər. Amma axırda iki dənə var ha, onu bilmirlər. Tamam mı? Okey? Müəllim, mən o duyuna o vinki də bilmirəm. O nə idi ki? Bunlar nədir? Səbəb bizdə var, məsələn, filan şeyə görə, filan şeyin səbəbindən mən bunu elə bilmədim. Sırf o ardıcılığı bildirir. Bunlar bağlayıcılar dərsidir. Linkin göstər var səhifədə. Səhifədə demək, qrupda. Onun içərisində var hamısı. Narahat olmayın. Növbəti cümlə dərslərində hamısını dəqiqləməsindən qədər hamısını keçəcəm. Yəni aşağıdan yuxarı dırnaqdan başa kimi hamısı keçiləcək. Yəni narahat olmayın. İndi söhbət nədir gəlsin? Bu məsələn, baxın cümlədə deyir. Deyir, yağış yağdığına görə mən çölə çıxmadım, düzdür? Guys, burada dediyim kimi because of-u çox tələbə bilir. Bu asan bir şey. Amma due to və owing to da AES tələbələr bilir. Amma in pursuit of və by reason of-u AES tələbələrini çox da bilmir. Məsələn, bizə qabağımıza belə cümlə strukturası çıxanda, bayaq Elvin sən vermişdən, sual deyəsən. Mən biləm. Bəli. Elvinin sözündən mən bir şeyi başa düşdüm. Bəlkə də elədi, bəlkə də elə deyil. Amma mənim öz qabağıma çıxanda elə fikirləşmişəm. Deməli, bəzən tələbələrdə belə bir səhv nədir, guys? Deyirlər ki, müəllim, filan cümləni mən başa düşmədim. Onun fərqli strukturası var. Məsələn, mənim üstümə bu cümlə ilə gələn olub da, by reason of-un başqa forması ilə. Demişəm ki, əslində by reason of, because of-un sinonimdir. Deyibdir, ayda. Deməli, cümlə strukturası eynidir. Sadəcə dəyişən nədir orada? İfadə bölməsidir, guys. Tamam mı? Məsələn, bu adi belə bir cümlə verir. Deyir ki, I share the opinion of those. Məsələn, bu cümlə strukturası bildiyimizdir, hə? Amma çox tələbə istifadə eləmir bunu. Düzdürmü, guys? Yəni, sadəcə bizim ən böyük səhvimiz
O bilmirəm, siz eləyirsiniz, eləmirsiniz. Bəzən bizə deyirlər ki, internetdən nümunə götürüb yazma. Deyiblər sizə elə söz. İnternetdən. Məsələn də qaçma bir yazı formatıdır da, düzdürmü? Bir yazı nümunəsidir. Məsələn biz yazı yazırıq da. Məsələn qlobal istiləşmə mövzusunda bir yazı yazırıq. Düzdürmü qaç? İdeyamız yoxdur. Və səs var qurban sizə. Bağlayın da o səs kimdədirsə qurban sizə. Məsələn bizim ideyamız yoxdur qlobal istiləşmə ilə bağlı. Guys, kimdədir o səs? Siz bağlayın da müəllim səsləri. İskəndər, mən videoları abi YouTube'da paylaşıram. Sən də başla sözümə görə. Kim hörmət qoyub ki, indiyənə qədər? 5-10 nəfər. Niyə niyəcəklər ki abi? Allah haqqı ona da muzqurayan olacaq. Hələ biri yazıb ki 5 manata dil öyrənmək olur. Heç nə demədim. Dedim boyu yerə soxa bilərəm ancaq. Başqa heç nə deyə bilmərəm vallahi. Həmin insana dedim ha buramı açıq. Nə deyə bilərəm guys? Bizim millət hamıya demirəm ha, əstəğfurullah. Özüm də bu millətdənəm. Bizim millət dəyər verməyə bacarmır. Həm də ki abi o şeyləri istəmirəm yəni. Ehtiyac yoxdur. Belə qrupa atacağam. Telegram qrupuna. Özünüz istifadə edin. Belə də ki kimsə istəyərsə bölüşmək, bölüşə bilərsiniz. Halallığını verirəm, kef eləyin, narahat olmayın yəni bəs. Tamam mı? Amma belə baxaram, dəyərləndirərəm. Məsələn 15 günlük aid təlimlərindən videolar var da məndə. İstəsəz atarım onu. Kim istəsə bir dənə Zoom'da bir dənə plus qoyar biləcəm. Deməli orada 15 günlük təlimdə guys. Demək olar ki hər şey var idi, yəni hər şey. Sözdür. O videoların hamısı Telegramda paslanıb qalıblar. Başa düşdünüzmü guys? Sağ ol abi, sən bilirəm, baxırsan. Yox abi, fikir vermirəm. Sadəcə məsələ nədən gedir? YouTube'da mən paylaşaram bunları. Əslində yaxşı fikirdir, amma ki indi burada bilsiz mən biraz o şeyə burada məsələn xanımlar var, onların məsələn burada indi ən azından şəkillər düşür falan, o şeyə görə gələn montaj edeyim də. Ona görə inşallah ki qismət bölüşəcəm inşallah. Narahat olmayın. Amma bu proyekt davamlı gedəcək. Sizdən bir dənə xahişim motivasiyonu itirməyin yazın. Yəni özünüzə inamınız olsun. Okey, əla. Bildim indi. Demək olar çox qəribə istəyir. Okey. Amma bir dənə xahişim olacaq. Telegramda qrupu yaradacağam, kanalı. Linki atacağım sizə. Private kanal olacaq, guys. Həmin linki hamı keçid edək. Hamı. Ondan sonra mən bütün nə videoları var, bu dərslə bağlı bugün çəkdiyim. Bir də ki 15 günlük aid təlimləri var ha. Hamısını göndərəcəm ora, guys. Narahat olmayın. Hər şey qorxmayın abi. Hər şey motivasiyadan qorxmayın. Motivasiya həmişə lazım olacaq bizə. Kef edin. Motivasiyadan heç vaxt qorxmayın. Kimsə sizi motivasiyadan salsa belə sadəcə ürəyinizə söyün geçsin, guys. Başqa heç nə. Məsləhətim odur. Şeymiş. Guys. Bizə deyirlər ki, gedin dənizdə üzün. Yaxşı. Üzməyə bacarmırıqsa biz necə üzəcəyik? Nə etməliyik? Üzməyi bilmirik də qardaş. Üzməyi öyrənməliyik. Üzməyi öyrənməliyik. Harda öyrənəcəyik? Dənizdə. Dənizdə üzməyi öyrənirlər. Təkərin içinə girərik. Mənim hovuzda da pullu da axı. Hovuzda bir də yazıb günəş də yazıb qollu taxır. Düz deyir, günəşin dediyi də okeydir. Elə onu deyəcəkdim o sizə. Yox, birbaşa ölərik, Allah eləməsin. Yox, guys, yəni məsələn də biz dənizdə üzə bilməyəcəyik, guys. Birdən kimsə gedib dənizdə üzə bilməyəcək. Ha? Öyrədəndən öyrənəcəyik. Amma dəniz, guys, dərindir də. Yəni biraz yürüb ölə də bilərik də. İndi açıq bir yallıq var da, guys. Deməli biz nə etməliyik? Ya müəllim yanına gedib hər hansı bir pulda öyrənməliyik, düzdürmü? Və yaxud da bir balaca bir hovuzda, nə bilim, dərinlik olmayan, yavaş-yavaş orada öyrənməliyik. Sonra dənizə getməliyik. Və yazı da elədik, guys. Yazı. Paragraph writing. Paragraph writing iki hissəyə bölünür. Para. Müəllim çox tələbə deyir, müəllim, para puldur. Deyirəm, yox, hər şey, bu ingilislərin sözüdür. Bir də qraf sözündən, guys. Tamam mı? Baxın, para nədir? Əslində yaranır part hissəsindən. Düzdür? Part. Part sözündən yaranmış bir hissədir. Qraf nədir, guys? Qraf nədir sizcə? Ha? Yazı. Sətir.
Qrafı çox vaxt deyirlər ki, müəllim, qrafiklərdə Qraf. cədvəllər. Xeyr, əslində qrafın real mənası esse deməkdir. Yəni rol dildə desək. Paraqrafda kiçik paraqrafların, üzr istəyirəm, hekayələrin, esselerin və ya da qrafiklərin bir hissəsidir. Yəni biz nə edəcəyik? Bax, dəniz məsələsini niyə atdım ortaya? Çünki həqiqətən də qəz belədir ki, bizdə çox vaxt o dənizdə biraz olsun boğulmalar olur. Əslində qəz onun çoxusu nədən ibarətdir? Üzə bilməyib gedir sadəcə özünü show off eləməkdən ötürədir. Yəni biz özümüzü burada üzə çıxarmaqdan ötürü birinci nə etməliyik? Kiçik yazı sistemlərini öyrənməliyik. Paraqraf yazılı xarici dillər universitetində keçirlər. İndi hansı formatda keçirlər bilmirəm, amma həqiqətən keçirlər. Azərbaycanda bəzi universitetlər ingilis ixtisaslarında demək olar ki, buna yaxın gəlmirlər. Xarici dillər o köhnə ampulasında deyə keçir. Yaxşı bir şeydir əslində. Yəni dəstəkləyirəm bunu. Amma paraqraf yazdım. Demək olar ki, ingilis kurslarında bilmirəm, burada dil kurslarında olan olub olmayıb. Mən bilən 90% keçmir. Bəlkə də içində ola bilər 10 kursdan biri. Keçmir. Yəni görməmişəm, açıq deyim. Çünki şablon kitab metodikasında bu şeylər verilmir. Paraqraf yazı 4-8 cümlədən ibarət olur, guys. Üzr istəyirəm. 5-8 cümlədən və 4 hissəyə bölünür. Hansı hissələrdir? Main əsas. idea, evidence, sorry. Lead out. Bir də üzr istəyirəm müəllim. Təzə kitablar var. 6-cı, 7-ci sinif kitablarına bu yazılıblar. Paraqraf yazı hissəsini salıblar artıq. Məktəb kitablarında, məktəb kitabları dəhşət çətinləşdiriblər. Amma məncə bu şey salıblar bunları. tələbələrin xeyrinə olacaq. İngilizcə yazdıqlarını da yazıblar. Görürsən, məndən götürüblər 100%. Heyf. 100%. Təzə 7-ci sinif kitabları dəyişib bu il. Bu il salıblar 7-ci sinif kitablarını. Ya valla qəs açıq paraqraf yazını 6-7 ildir keçirəm də. Elə mən bu sahədə harca 2015-də, 16-dan ingilis dərslərini keçirəm, alman dili, 18-dən də IELTS içərisindəyəm. Yəni hardasa 18-in içərisindən, yəni dayanmadan keçirəm paraqraf yazını bütün tələbələrə. Amma salıblarsa çox gözəl, həqiqətən. Çünki çox effektli olacaq. Ümumiyyətlə Bu il dəyişib kitablar salıblar. hə, deməli gələn il buraxılış imtahanları biabırçı olacaq. Allah haqqını Hə, verməsin. biabırçı Yaxşı olur. olar. Müəllimlərə səbir diləyirəm, guys. Guys, baxın. Deməli 4 hissə var. Main idea, düzdür? Bu əslində keçəndə görəcəksiniz ki, bir essedir. Amma mən sizə essenin deməli 25%-ni keçirəm. Amma həmin 25%-i essenin 100%-idir. Sadəcə elə bir biz hələ ki 25%-dən esseni qıdıqlayacağıq. Başa düşdük, tickle eləyəcəyik. Tamam mı? Tickle learning deyirlər, bilirsiniz onu guys. Tickle learning, ataram onu. Məsələn, mənim bir səhifəm var idi, bir ara istifadə edirdim. O heyf ki, batdı qaldı. Çünki vaxtım olmadı. Orada elə bir bu metodikaları etap paylaşırdım. O səhifəni çox tanışdığım bilmir. Yəni, ataram baxarsınız. Deməli, guys, main idea nədir? Giriş hissəsidir. Mövzuya nə edirik? İçərisində oluruq. Düzdür, guys? Guys, mən burada bunu rekord eləmirəm. Ha, eləyirəm. Okey. Nə edirik, guys? Mövzunun içərisinə giririk. Bəs evidence nədir, guys? Evidence nə deməkdir? Mənası nədir? Sübut. Hadisə mənim. Dəlil, sübut. Hə, sübut hadisi. Deməli, Aycan, bəli. Deməli, guys, evidence həmişə sübut mənasına bilmişəm. 2017-ci ildə dəqiq yadımdadır. Dekabr ayının, o IELTS imtahanının axırlarıdır. Tələbənin biri qayıtdı ki, müəllim, evidence'ın hadisə mənası da var. Bizim yoxu, sən səhv deyirsən. Ola bilməz. İlk dəfə səhv çıxdım, o vaxt oldu tələbənin yanında. Nə olsun? Oradan demotivasiya oldum, xeyr, guys. Yəni, sizə demək istəyirəm ki, bilmədiyiniz şey çıxacaq, səhv dediyiniz şeylər çıxacaq. O, normal deyil, guys. Dil, keçən dəfə dediyim, məsələn, pal sözü var, dost, pal. İngiliscində, müasir ingiliscində friend sözünün ən yaxşı sinonimi paldır. Amma get bunu Azərbaycanda bəzi müəllimlərə ver, ola bilər ki, bilməsinlər. Normal bir haldır. Mən onu pis baxmıram ki. Yəni, çünki yeni bir sözdür. Yəni, hər dəfə yenilənmə baş verir. Tamam mı? Ona görə yəni qorxmayın. Analiz nədir, guys? Analiz və evidence bacı qardaşdır. Bax, bunu yadda saxlayın, guys. Analiz və evidence bacı qardaşı. Görürsünüz, bunları bilirsiniz. Təhlil eləmək müəllim. Təhlil eləmək, bəli. Deməli, guys, analiz nədir? Analiz bizə nəyi verir, guys? Baxın, belə deyim də sizə. Bunu qaraya qalsın, bu nə qara düşdü? Hə, guys, adi bir şey deyim də. Məsələn, siz hər verdiyiniz sübut yoxdur. Hər verdiyiniz sübutda bir növ nə verəcəksiniz? Onun analizini verəcəksiniz. Tamam mı? Okay, guys. Onu elə bir növ rol dildə desək təhlil edəcəksiniz.
Başa düşdünüz? Yəni birinci giriş verəcəyik. İndi onu da göstərəcəm. Növbədə nə verəcəyik guys? Sübut. Tamam mı? Sübut verəcəyik. Daha sonra nə verəcəyik? Analiz. Yəni hər verilən sübutun özünün bir təhlili olacaq guys. Və daha sonra isə readout verəcəyik. Və bizə bir mövzu verilib. İndi bu mövzunu guys, bunu incələyə gedəcəyik. Mövzumuz nədir? Kanada ilə bağlıdır. Düzdür? Guys, bir nəfər oxusun, tərcümə eləyə gedək və izah eləyəcəm bir-bir. Kim oxuya bilər? Oxuyum müəllim. Oxuyun, nə oxumursunuz ki? Amma səfərim olsa əvvəlcədən üzr istəyirəm. Elə bu sözlə görə hə. nə deyim? Üzr istəməli heç yoxdur, guys, səfamı eləyir də. Buyurun. Yaxşı müəllim. There are three reasons why Canada is one of the best country in the world. Stop. Best countries. Guys, burada nə dedi? Tərcümə edeyim müəllim. Dünyada Kanada. ən yaxşı. Dünyada Kanada- ən yaxşı ölkələrdən biri olan Kanadanın 3 səbəbi var. 3 Ne? səbəbi var. Keçən dəfə Səbəb Elvinlə var, söhbətimiz Kanada. oldu. Elvin buradadır. Elvin buradasan, Elvin. Buradayam müəllim, buradayam. Yadındadır, dedim hərfi tərcümə. Aha, hə. Bu Dediniz, tərcüməsi dediniz. bilirsiniz necə gedir? Mən deyim, Kanadanın, bəli deyin. Kanadanın dünyada ən yaxşı ölkələrdən biri olmasının 3 səbəbi vardır. Olmasını göstərən 3 əsas səbəb vardır. Əhsən, bax bunu deyirəm. Yəni ki, tələbələr bəzən sual verir. Müəllim, göstərən sözü hanı orada? Deyirəm, yoxdur. Mən də onu soruşmaq istəyirdim. Göstərən sözü yoxdur amma guys. Yəni, Göstərən sözü yoxdur. tərcümənin inkişafı bilirsiniz necə olur? Bir hekayə kitabı alırsınız, bax hekayə kitabı, ya da ki, fərqi yoxdur, internetdə levellarla hekayə kitabları və yaxud da mətnlər var. Həmin mətnin bir səhifəsini götürüb Azərbaycanla tərcümə edirsiniz. Üstündən 4 saat keçəndən sonra həmin o tərcümə elədiyinizi başlayırsınız ingilis dilini tərcümə eləməyə. Sonra gətirirsiniz, real ingilis dilində olan mətnlə qarşılaşdırırsınız. Bunu eləmişsiniz nə vaxtsa? Hə, mən o metodu deyirdim elə. Super bir şeydir. Sizə- Mən o paylaşmışdım. Onun verdiyi Hə. effekti tərcümədə heç bir şey verə bilməz guys. Mən sizə bu söz deyirəm. Başından Bir da də zad deyim, deyirəm. mən bir də zəhmət olmazsa təkrar deyin, onu qeyd edeyim. Bir dənə onu kim eləməyibsə eləsin, onu da bir metod kimi atacağım qrupa, yəni narahat olmayın. Bəs bu mətndir. Düzdür? Baba bu mətndir. Bunu tərcümə edirsiniz Azərbaycan dilinə, yazırsınız bir yerə, dəftərə. Üstündən 4 saat keçsin, ən azı bir 2-4 saat, 2 və 4 saat arası keçməlidir guys. Sonra başlayırsınız nə etməyə? Həmin o Azərbaycanla tərcümə elədiyinizi başlayırsınız qıraqdan ingilis dilinə tərcümə eləməyə. Və sonra ingilis dilinə tərcümə elədiyinizdən bu hissə var ha. Bunları qarşılaşdırırsınız. Tamam mı? Özünüz görəcəksiniz bir müddət sonra cümlələriniz nə qədər dəyişir. Çünki siz öz cümlələrinizlə bunları qarşılaşdıranda görəcəksiniz ki, siz harda səhv buraxırsınız. Başa düşdünüz? O maşının təkəri partlayır. Məsələn, su vururlar, o başlayır göstərməyə də, düzdürmü? O su ilə bilirlər də. Siz də tərcümədə öz tərcümənizi qoyandan sonra bura görəcəksiniz ki, sizin əslində boşluq olan hissələriniz hansılardır gəlsin. Aydın oldu? Hı? Çətin deyil ki, guys. Aydındır mənim. Aysan. Bəs birinci cümlədə nə dedi? Kanadanın dünyada ən yaxşı ölkə olmasını göstərən 3 əsas səbəb var. Bu struktur ilə baxanda nə strukturası sayıldı guys? Main idea. Main idea. Main idea. Idea. Əsas Yəni ideya. giriş verdi. Mövzuya giriş hissəsi verdi. Növbəti cümlə gəlir first-lə. Kim oxuya bilər? Oxuyum. Oxu. Necə? Oxu, bəli, oxu. First, Canada has an excellent healthcare system. İlk növbədə Kanadanın əla bir sağlamlıq sistemi vardır. Türklərdə sağlıq sistemi gedir. Sağlam qal. Yox, türklərdə sağlıq sistemi gedir. Bizdə səhiyyə sistemi deyirlər. Healthcare sistem, səhiyyə sistemi. Balaca bir format var. Burada balaca bir yerdən nə qədər söz öyrənəcək. Səbirli olun. Bu nədir bəs guys? Burada nə verdi? First Rolu highlighted. necə? Nə verdi? Evidence. Evidence. Sübut verdi ki, bir dənə sübut gətirdi. Özə fikir verin, ideya fikir verin. Sübutu salan nə ilə verdi? First, second, First. third, final kimi ifadələrlə verdi. Və birinci nə dedi? Kanadanın nəyi var deyir? Yüksək Səhiyyə səviyyəsi. Ay, sağ olun guys. Bu sübutu verdi. İndi növbəti cümləni oxuyun. All Canadians have access to medical services at a reasonable price.
bütün Kanadalılar üçün uyğun qiymətdə Həm tibbi tibbi xidmət, xidmətlərə giriş var. tibbi xidmət uyğun qiymətədir. Aha. Reasonable price, uyğun qiymət, düzdür. Medical Uyğun service qiymət. tibbi xidmətlərdir. Access to-nun mənası Siz nədir? giriş. Guys, access to giriş deyil axı. Buyur, Yalan. Mən ikili şəkər mənasında bu. Qəbul etmək, qəbul etmək. Guys, yalan deyirsiniz. Burada girişi mənasında deyil. Guys, əslində role-də giriş deyil. Yəni o medical servicelərdən istifadə edə bilirlər. Tərcümə belə gedir. Yəni baxın use, düzdür, guys, use sözü. Amma biz burada use da verə bilərik də. All Canadians use bla bla bla. Amma biz vermirik. Niyə görə? Çünki bu daha akademik yazıb. Have access to something. Nəyəsə keçid olmaq, nəyəsə girişim olmaq tüklər demiş. Bir də nədənsə istifadə etmək. Düzdürmü guys? Burada da deyir ki, bütün Kanadalılar tibbi servislərdən, yəni tibbi xidmətlərdən uyğun qiymətə nə edə bilirlər guys? İstifadə edə bilirlər. Aydındır? Aydındır. Bu nə oldu guys bəs? Analiz. Yox. Bu sübut verdi. Bəli, analiz verdi. Təhlil oldu. Guys, evidence olmayacaq ki. Baxın. Birinci cümlədə verdi, main ID getdi. Bu bir cümlə verdi, getdi ondan da. Bir də gedib lead out da bağış yazarlar bunlar. First, sübut verir. Kanadanın nəyi var? Yüksək səhiyyə sistemi. Onu neynədir? Analiz elədi də, təhlil elədi ki, bütün Kanadalılar neynəyə bilir? Həmin səhiyyə sistemindən istifadə İstifadə edə edə bilir. bilirlər. Aydın oldu guys? Hı. Aydın olmazsa başdan bir də gedə bilərəm. Mən üçün təkrar eləmək problem deyil. Sevirəm təkrar eləməyi. Nə gözəl metoddur. Nə bu? Paragraf yazı, hə, paragraf yazı gözəl bir şeydir. Nə, necə? Kim necə yazıb burada? Türkiyə, nə mənada necə abi? Yazmışsan. Günəş aydındır. Təşəkkür Günəş. Okay. Guys, bununla bitmir ha. Lead out'a getmirik. Lead out, hələ qaçmayın lead out'a yəni. Nə qədər evidence analiziniz varsa verə bilərsiniz. Tamam mı? Sərbəst yəni. Normalda 3 evidence, 3 analiz kifayət edir. Second da nədir guys? Canada has high standard of education. İkincidə Kanadada deyir təhsil yüksək standartlardadır da. Yüksək standartlara malik təhsil sistemi var. Tərcümə edəndə malik sözünü də tərcümə edirlər bəzən. Malik sözü yoxdur ikisində. Yəni rol da desə onun yəni hərflə verirlər. Necə oldu təkrar soruşdum. Metodun necə olduğunu təkrar soruşdum. Yəni başa düşdüm abi nətər yenidən izah edeyim. Onu tuta bilmədim. Kanadanın nə edir? İkinci dəfə nə verir guys? Sübut gətirir ki, evidence verir ki, Kanadanın nəyi var deyir? Yüksək standartlara malik təhsil sistemi var. Və neyniyəcək? Bunu orada indi ikinci analizdə neyniyəcək? Təhlil edəcək. Oxuya bilərik. Mən oxuyum müəllim. Students are taught by well-trained teachers and they are çox qəşəng dilim var. Hə, yaxşı cavab. Deməli deyir ki, bu well-trained nədir guys? Well-trained. Öyrədən deyil müəllim, təhsil verən. Yaxşı təlim görmüş. Yaxşı təhsilli. Guys, təlim görmüş sözü var. Siz də başlayın deyəcəm. Səriştəli deməkdir də, bacarıqlı səriştəli. Hə, guys, təlim sözü itlərə aiddir çox vaxt. Biz onu müəllimlərə və ya aid eləməyimiz düzgün olmaz. İxtisaslaşmış. Düzdür? Hə. Bəzən mən görürəm, reklamlarda verirlər, yaxşı təlim görmüş müəllimlər tərəfindən. Həqiqətən də çıxıb neçə dəfə qabağıma. Yəni təlimi sizə başlayın, qarşı sözümə görə. Özüm də bu sahədəyəm, müəllim də var. Yəni o müəllimlərə qarşı təhqir deməkdir. Qarşı it deyirik ki biz. Yəni ona görə başını buraxın o sözü. Well trained, yaxşı ixtisaslaşmış, müxtələşmiş, yəni nə dediyim məlumatlandırılmış. Tamam mı? Müəllimlər tərəfindən öyrədilir. Səriştəli demək olar mı buna well trained? Polnu demək olar. Polnu demək olar. Bacarıqlı səriştəli. Və Encouraging şeydir, cəsarətləndirən, yəni həvəsləndirən mənasında. necə? Orada encouraged var. Encouraged. Encouraged. O həvəsləndirəndir. Encourage, bəli, cəsarətləndirir. Peşkar, bəli, inanıram, peşkar. Universitetdə təhsillərini davam etmək üçün həvəsləndirirlər. Elə çıxır. Все, düpbədüz. Aha. Okay, guys. Və nə deyir? İkinci hissədə də onu izah elədi. Düzdür? Təhlilini verdi. Finally, axırıncı sübut və analiz gedir. Tamam mı?
Yəni elə bil ki, axırıncı sübut və analiz verəndə final ifadəsindən istifadə edə bilərsiniz. Yəni növbəti sübut və analizdir. Nədir? Kanada şəhərləri təmizdir və Təmizdir, hə. efficiently managed. Bu ifadə çox maraqlıdır. Efficiently nədir guys? Səmərəli. Düzdür? Yəni idarə olunmaqda managed-dir. Yəni Kanada şəhərləri nə deyir? Təmiz və səmərəli. Təmiz Səmərəli və idarə olunur. İdarə Səmərəli idarə olunur. Bu növbəti bir sübutu verdi və təhlilində nə deyir guys? Kanada şəhərlərində çoxlu parklar və çoxlu insanlar yaşamağı çox istəyirlər var. İnsanlar Çoxlu yaşaması üçün boş xüsusi yerlər var. yerlər var. Yerlər var. Ay, sağ ol. Yəni çoxlu yerləri var deyək ki. Guys qurtardı? Bir dənə qaldı Yox, nəticə. nəticə. Yox, Əsər yox, nəticə qaldı yəni. Hə. Okay. Nəticədə nə deyir guys? Kanada is a Əziz. desirable place to live. Mənim desirable nədir? Arzuluyur. Arzu olunan, arzu olunan. Desirable. Arzu olunan bir yerdir. İsrail. Yaşamaq üçün arzu olunan bir yerdir. Guys burada nə demək istədi? Təhlil elədi, yoxsa analiz sonlandırdı? Yəni Nəticədir də, sonlandırdı. Bağladı. yəni. Bəs Evidanslara bir saydı və sonra da mən cavabını dedi də nəticəsinə. Ay, sağ ol. Bəs başa düşdünüz? Aha. Bunu etap-etap istifadə eləsəz, yazda, danışıqda, yəni effektivliyi çox olacaq, yəni narahat olmayın. Sadəcə yetərli şəkildə istifadə etmək lazımdır. Okeymi? Yəni paraqraf yazını bəzən məsələn bu sahədə köhnə müəllimlər var, hansı ki neçə ildə atırlar da məsələn. Onlara məsələn mən müəllim hazırlığında keçəndə məsələn çox vaxt deyirlər ki, buna ehtiyac yoxdur. Deyirəm niyə ki, biz onu bilirik də, onsa paraqraf yazın deyirik ki, bizə esse yazın. Amma inansız esselər yaza bilmirdilər yəni. Bizi niyə görə də? Çünki paraqraf yazı yaza bilməyən insan esseni heç vaxt yaza bilməz guys. Paraqraf yazını bilməlisiniz. Məcbursuz buna. Özü çətin bir şey də deyil guys. Giriş cümlə verdi. Sonra təhlil üzrə sübut və təhlil sizə asılıdır, tamam mı? İstədiyiniz qədər sübut, təhlil, sübut, təhlil, sübut, təhlil verə bilərsiniz. Düzdürmü guys? Düzdür. Ay sağ olun. Guys, elə bil siz buna aid çalışma verməyəcəm, verəcəm. Bunlara aid mən həftəlik çalışmalar verəcəm. Deməli, bu gün ərzində mənə şəkli təsvir göndərəcəksiniz axşama qədər. İndi bazar günüdür. Bilirəm ki, bugün istirahət günümüzdür biraz. İnsanların biraz vaxtların az olduğu vaxtı. Amma bazar günü bugün sadəcə bunu eləyəcəksiniz. Həftəlik praktiki çalışmalarımız olacaq. Bunlar şəkli təsviri və bunun üzərində gedəcək. Tamam mı guys? Amma bir dənə söz deyəcəm. Bunun da üzərində nə deyir guys? Həftəyə elə bir birinci günün bir mövzu verəcəm. İkinci gün axşama qədər onu yazıb atacaqsınız. Üçüncü gündə bir mövzu verəcəm. Onu 4-cü günə qədər yazıb atacaqsınız. Beşinci gündə bir mövzu verəcəm. Onu 6-cı gün axşama qədər yazıb atacaqsınız. Amma dediyim şeyləri eləyin. O video tərcümə eləmişdi guys. Kim eləmişdi burada əsas? O Azərbaycan dilində video tərcümələr var deyə yadınıza gəlir. Bəli, bəli, yadıma düşdü. Eləmişdim onu. Ha, sağ olun. Onu elə bir dəfə elədiniz qaldı, hə? Davamını eləməliyik hər gün. Bəs. O metod sizə nə verdi? Hı? Cümlə qurmaqda, cümlə qurmaqda. Danışıq inkişaflətdirir. İlk öncə dinləmək, təhlil, Azərbaycanca dinlədik, təhlil elədik və sonra onu keçirtdik ingilis dilinə. Həm də öyrənmək, yeni sözlər öyrəndik. Ay, sağ olun. Analiz. Bəs o metod çox möhtəşəm bir metoddur. Yəni özümün metodunu deyə demirəm. Amma o məsələ var, 4-ü birində inkişaf etdirmək. Yazı inkişaf edir, söz inkişaf edir. Hətta unudulan sözlər də inkişaf edir. Orada indi qabağımıza çıxacaq. Biz onu bu həftə yox, gələn həftə bazar günü bizim cümlə tərcümələri dərsimiz daxil. Başlayaraq cümlə tərcüməsi ancaq. 8-9 dənə fərqli cümlə strukturalanda cümlələr öyrənəcəyik, bağlayıcılar öyrənəcəyik və o bağlayıcıları artıq praktik eləmək üçün video tərcümə verəcəm sizə. Tamam mı? İndi orada vay halımıza ki, video tərcümədə onları istifadə eləməyəsiniz. Ondan sonra məndən inciməyin guys. Tamam mı? Video tərcümə çox Bu möhtəşəm. videonda bu tərcümə ilə yenə davamı. Yox, hələ eləməyin yəni.
1 dəqiqəsini eləmişdik. Hələ ki onu eləməyin. Mənim bəs sözlərim make ilə, onlara hələ dəyməyin. Yəni make ilə falan deyəndə, guys, yenə deyirəm, siz biraz o şeylərdə biraz şeysiz deyirəm indi. Mən o make-dir, do-dur falan sözlər atmışdım, guys. Onları mən qrupa atıram. Yəni əlavə materialdır. İndi ola bilər ki, indi belə tutmasın, bizim o əsas qrupda neçə nəfər var? Baxın, belədir. İndi bu gün mən o qrupa bir dənə güz gələcəm, görün bunlar düz deyil, indi mən o qrupa atacağım şeyləri. Bax, 88 nəfərdir qrupda, hə? Dərsə girən isə 20 nəfərdir bəs. Mən həyatdan nifrət etdiyim şeydir ki, o qrupa qoşulursunuzsa, dərsə ən azından girin də. Başa düşürəm, orada 5-10 nəfər icazəlidir. Yazıblar özlərdə ki, bəs müəllim bizim vaxtımız yoxdur, amma dərslərə baxacağıq da. Məsələn, orada language discussion qrupunda 70 nəfər var bəlkə də, amma aktivlik 20-25 nəfərin arasındadır. Demirəm, mən bu qrupda heç kimi məcbur eləmirəm. Çünki mən burada söz vermişəm ki, ancaq materialları atacağam və həftənin 9, bazar günü isə 9-11 mən sizə dərs keçəcəm. Düzdür. Əslində bunu verməyə də bilərdim. Sadəcə o bilirəm ki, içinizdə həqiqətən həvəslə öyrənənlər var. Yəni o səbəbdən verirəm yəni. O make-dir falan da o ifadələri atıram. Siz məsləhət olur ki, guys, onları öyrənin. Yəni bacardığınız qədər. Amma guys, məsələ budur ki, həftə ərzində 4 dənə dərsi bitirə bildiniz bu sözlərdən, yoxsa yox? Bitirdik. Türkəl, deyirsən Furtsonun sözünü necə öyrənir? Abi, mən o söz öyrənməklə bağlı bəs tezlərdən danışdığım nə idi? Onlara baxmamışdım. Yoxsa girməmişdim dərsə. Qaç danışmadım onun haqqında, söz öyrənmə metodu. Dediğin sözlərə uyğun cümlə qurun. Da Vinci metodunu dediyim, yəni cümlələrdə işlətmək, hekayə qurmaq və yaxud da sözləri səsləndirmək qaysı. Düzdür? Yəni səsləndirmə necə olur? Məsələn, sözü qoyursunuz, məsələn, başlayırsınız bir-bir onları səsləndirməyə və öz səsinizə qulaq asırsınız. Və yaxud da dədə-baba üsulu deyilən bir üsul nədir? Sözləri başdan ayağa yazırsınız. Hə, abi, öyrənin əlbəttə ki, mən o sözləri qaysı, intermediate vocabulary-ni mən sizə artıq dərəcə xahiş edirəm. Həftəyə 4 günü söz bitirin, orada. 2 günə bir dənə düşür də, düzdürmü qaysı? Hardasa. Bir gündən biri daha doğrusu. 1, 3, 5 bazar və yaxud da 2, 4, 6 bazar. Belə bölüm qaysı. Yəni həftəyə ən azı 4 dənəsini öyrənin. Başa düşdünüz qaysı? 1, 3, 4, 6 da eləyə bilərsiniz o sözləri, fərqi yoxdur. Amma öyrənin. İndi neçə dənəsini bitirmişsiniz qaysı təxminən? Hamı yazsın bir dənə chat hissəsinə. Hə, hər 2 günə bir mövzu. Bir dənə chata hamı yazsın, görüm kimdən də öyrənin. 3 bölmə, əla. Ayşə, nə qədər öyrənmişsən? Türkçə, Furut, olursun. Ayşə, bütün hamısı qutarmışsan? Nətər yəni, 4 bölməni qutarmışsan, yoxsa bütün mövzuları qutarmışsan orada? 5 günlük, maşallah, 2 günlük, 2 bölmə. 2 bölmə yazanları bloka atacam birə gedişlə. Çalışın ki, həftə ərzində ən azı necə deyərlər, ondan 4 dənəsini 3-4 arası mütləq şəkildə öyrənin. 2 yox, 3-4 arası. Demişdiniz ki, 2 günə bir bölmə götürün. Mən elə 6 gün oxumuşam. 3 öyrənmişsən də, yəni. Türkçə yazıb ki, bir də video dərs qulaq asırıq, o da vaxt aparır. Abi, qorxdum yazmağa. Olmaz Günəş. Çox oxumaq lazımdır. Qaç, video hər gün izləməlisiniz. Qaç, bu məcbursuz var. Onu da öyrənib baxıram. Videoları, yəni şərt deyil, qaç, oturub dərinliklə oxuyasınız. Yəni, ümumiyyətlə videolara necə baxırsınız, qaç? Bir dənə mənə maraqlıdır. O sualı vereyim, qalan vaxtı diskusiya xarakteri verəcəm. Mənim videolar mən baxıram. Yəni orada bildiyim sözlər var da, onu çıxardım, yazdım bir dəftərə. Yoxsa ehtiyaclar ümumiyyətlə baxıram, eləmək kimi baxıram mən ona. Abi, nətər baxırsan yəni? Dinləmək kimi baxıram, sonra məsələn, yazılı olanda o deyir, mən də özüm deyirəm, yəni belə. Yəni, başa düşmədim, guys. Məsələn, videonu necə baxırsınız? Məsələn, video süperli kömək edir, inşallah. Yəni, videonu, məsələn, bir videodur, düzdür? Məsələn, onu sözbə-söz mü baxırsınız? Cümlə-cümlə mi baxırsınız? Ümumi mənasına mı fokuslanırsınız? Ümumi mənasına fokuslanıram. Ümumi məna, bir də ilk özə qulaq asırıq da, yəni